aracın hız zaman qrafiki şəkildəki kimidir. Buna görə 0,6 saniyə aralığında aldığı yol. Baxın, qrafikin altında qalan sahə bizə gedilən yol verir də. Bax, qrafikin altında qalan fiqurda nədir? Bu trapesiyadır. Trapesiyanın sahəsini tapıb ümumi gedilən yolu tapa bilərik. Trapesiyanın böyük oturacağı 6, kiçik oturacağı bax budur. 2 ilə 6 saniyə arası. 2-dən 6-dan çıxırıq 2-ni 4. Yəni kiçik oturacaq 4. Bölürük 2-yə, vururuq hündürlüyümüz 20-yə. Olacaq 10 bölü 2 5. 5-i də 20-yə vuranda biz tapırıq 100 metr yol gedib. Baxaq 2-yə. Deməli, doğrusal bir yörüngədə hərəkət edən bir aracın hız zaman qrafiki şəkildəki kimidir. 0 tez zaman aralığında düzgün hızlanan hərəkət yapıb. Baxaq, 0 t aralığında necə hərəkət edir? Yeniləşən hərəkət edir, bəli. Hızlanan hərəkət edib 0 t zaman aralığında. T anda yön dəyişdirib, yox. Məsələn, koordinat zaman qrafiki olsa təpəlik, yüksəklik deyirdik. Bax, həmin anda yer dəyişdirir, istiqamət dəyişdirir daha doğrusu. Amma burada hız zaman qrafiki, yəni sürət zaman qrafiki olmaq üçün mütləq qrafiki kəsib keçməlidir. Məsələn, qrafik belə olsaydı, hə, deyərdin ki, məsələn, bu anlarda istiqamətini dəyişir. Amma qrafiki kəsib keçmədiyinə görə t anında istiqamətini dəyişmir. Sadəcə t yox x yox istiqamətdə bir dəfə yeniləşib, yavaşlayıb. Yəni burada yön dəyişdirməli bir şey yoxdur. T2 aralığında düzgün yavaşlayan hərəkət edib, bəli. 1-3 variantı düzgündür. Düzgün bir yolda hərəkət edən bir araç 0-5 saniyə aralığında 75 metr yol gedib yeniləşən hərəkət eləyir. Deməli, məndən təcil soruşur. Yeniləşən hərəkətdə yol üstünü yazaq və 0t plus at kvadratı bölünsün 2-yə. Deməli, yol nə qədərdir? 75, başlanğıc sürət 10, zaman da 5. Üstə gələk, a vurulsun 25 bölünsün 2-yə. Deməli, bu oldu 50, bərabərin digər tərəfindən keçirdək. 75-dən 50-ni çıxanda qalır 25 bərabərdir 12,5 a-ya. A da 2 metr bölü saniyə bərabərdir. Doğrusal bir yolda hərəkət edən bir aracın hız zaman qrafiki verilib 0,6 saniyə aralığında yer dəyişməsi. Bunun üçün bax, qrafikin altında qalan bu sahəni tapmalıyıq, sonra da bu sahəni tapmalıyıq. Və bizdən nəyi soruşur? Yer dəyişməni soruşur. Baxaq, birinci S1 bərabərdir 4, üstə gələk 2, bölünsün 2, vurulsun 10. Böyük oturacaq 4, kiçik oturacaq 2. Bərabərdir 6 bölü 2, 3, ona vuranda oldu 30. S2 nəyə bərabərdir? Bu da üçbucaqdır. 2 bölünsün 2, vurulsun mənfi 10. Cavab nəyə verir? Mənfi 10-u. İndi yer dəyişməni soruşanda 30 ilə mənfi 10-u cəmləyirik. Bu da bizə məsələni verir, 20-ni verir, cavab olur. C variantı. Bir arac, yəni başlanğıc sürət 0-dır. 5 metr bölü saniyə təcil ilə 6 saniyə düzgün olaraq hızlanır. 6 saniyənin sonunda yer dəyişməsi. Baxaq. Deməli, təcili verib 6 saniyə sonra hızlanır. Onda yer dəyişməsini soruşur. Birinci gəlin baxaq görə 6 saniyə sonra sürət nəyə bərabər olacaq? A t-yə, çünki V0 0-dır. 5 vurulsun 6-dan oldu 30. Onda biz yer dəyişməni tapanda yazırdıq V kvadrat çıx V0 kvadrat bölünsün 2a, düzdürmü? V0 0-dır. Onda olur V kvadrat bölünsün 2a. Deməli, V nə qədərdir? 30 kvadratı 900, 2 vurulsun təcildə 5. Cavab nə qədər eləyir? 90 D variantı. Deməli, doğrusal bir yolda t bərabər 0 anında eyni konumdan koordinatda olan K elem araçlarının hız zaman qrafiki, yəni sürət zaman qrafiki verilib, deyir hansılar düzgündür. K elem araçları eyni yöndə hərəkət edir, bəli. Hamısı x ox istiqamətdə hərəkət edir. T oxundan yuxarıdadır qrafiklər. El aracı düzgün doğrusal hərəkət yapmaqdadır. El aracı, yəni düzgün bərabər sürətlə hərəkət edir deməkdir bu. Bəli, bərabər sürətlə hərəkət edir, görürsünüz. T oxuna paralel sürət. Deməli, bizim ikinci mülahizəmiz, ikinci yargımızda düzgün olacaqdır. K düzgün yavaşlayan, bəli, K, görürsünüz, T oxuna yaxınlaşır. Başlanğıc sürət 2V-dir, sonra sürətini azaldıb V-yə gəlib, yəni yavaş hərəkət edir. M isə hızlanan, bəli, o da T oxundan uzaqlaşdığına görə yeniləşən hərəkət eləyəcək. Deməli, bizim 3 yargımızda düzgün olacaqdır. Sonra yolda hərəkət edən və t bərabərdir 0 anında yan-yana olan K və L araçlarının hız zaman qrafiki şəkildəki kimidir. X cismi durduğu anda araçların bir-birinə görə konumları. Bəli, 3-cü saniyədə bu X cismi dayanır. Düzdürmü? Dayanır. Dayanana qədər görək nə qədər yol gedəcək. Bunun üçün də bax, bu fiqurun sahəsini tapmalıyam. Görək nə qədər yol gedibdir. Ondan sonra da Y cismin bax, onun getdiyi yolu tapmalıyam. Ondan sonra baxaq görək
hansı cisim hansının qabağındadır? Birinci gələk nəyə baxaq? X cismə baxaq. X cismi tapmaq üçün birinci gəlin hissə baxaq da. Birinci bu trapesiyanı tapaq. 20 üstə gələk 40 bölünsün 2 vurulsun 1. 1 yazmıram. Olacaq 60. 60'ı da 2'yə böləndə cavab olacaq 30. Ondan sonra digər trapesiyanın sahəsinə baxaq. Bax buna. Burada nə qədər gedəcək? Yenə 20 üstə gələk 40 bölünsün 2. Burada da 30 metr gedəcək. Olacaq 60 metr. Sonra bax bu bucağı tapaq. 1 bölünsün 2 vurulsun 20. Yəni oturacaq 1'dir. Yarıya bölüb hündürlüyə vururuq. Olacaq 10. Deməli bu 60'ın üstünə də gəlirəm 10'u. Tapıram ki, mənim X cismim 70 metr yol gedibdir. Buraya yazıram. X cismi 70 metr yol gedibdir. İndi baxaq Y-ə. Y-də görürük ki, necə hərəkət edir? Bərabər sürətlə hərəkət edir. Elə düzbucaqlının sayəsini tapırsa 20'ni vururuq 3'ə olur 60 metr. Deməli bu Y cismi 20 vurulsun 3'dən 60 metr yol gedibdir. İndi deyir ki, X cismi durduğu anda arasılan bir-birinə görə konumlar. X, Y-in 20 metr qabağındadır, yox. X, Y-in 10 metr ilərisindədir. Bax, düzgün ifadə budur. Çünki X 70 metr gedib, Y 60 metr gedib. Yəni X, Y-dən 10 metr qabaqdadır. Xəbərdir 0 anında yan-yana bulunan X, Y arasılarını doğrusal yolda hız zaman qrafiki verilibdir. 0T aralığında X aracının aldığı yol, yəni bax, burada aldığı yol nədir? D-dir. Yəni üçbucağın sahəsi deməli T bölünsün 2 vurulsun V, yəni VT bölünsün 2 bizə nəyi verir? D-ni verir. G hansı yargı doğrudur? 0T zaman aralığında arasılar bir-birindən uzaqlaşır. Bəli, sürət qrafikləri kəsişənə qədər arasılar bir-birindən uzaqlaşırlar. Bir düzgündür. T2T zaman aralığında arasılar bir-birinə yaxlaşmaqdadır. Yox, kəsişir, kəsişmə anında aralarındakı yəni sürət qrafikləri kəsişir, kəsişmə anında maksimum olur, ondan sonra azalmağa başlayır. Amma kəsişənə qədər mütləq şəkildə artır, 2 səhvdir. T anında arasılar arasında uzaqlıq 2D'dir. Bax, X cismi dedik ki, T bölü 2 vurulsun V D-dir. Bax, burada da T bölünsün 2 vurulsun V D olacaq. Deməli, biri X ox istiqamətində D qədər gedib, digəri X oxunun əksi istiqamətində mənfi D yer dəyişməkdir. Bunda ümumi onlar arasındakı məsafə nə qədərdir? Deməli, biri X ox istiqamətdə gedib, biri X oxun əksi istiqamətdə gedib. Onda aralarındakı məsafə 2D olacaq. 3 yargısı da düzgündür. 1, 3, C variantı olacaq.